C vitamini ilə zəngin olan mandarin immunitet üçün çox faydalıdır. Həmçinin bu vitamin damarları qoruyur və dərini cavanlaşdırır. Kivi C vitamini ilə zəngindir. Dəri və göz sağlamlığına dəstək olur. Əzgin meyvəsi. Əzgin meyvəsi bir çox xəstələrə faydalıdır və onun içində dəmir doludur. O, yarpağı və içinin tumu bir çox xəstələrə faydalıdır. Dərilər yod, fosfor, sink, fol turşusu dəmirlə zəngindir. Pəhri saxlayan insanlar göbələkdən istifadə edə bilər. 3 yaşına çatmamış uşaqlara göbələk vermək olmaz. Xurma A, B, C, E vitaminlə zəngindir. O sümükləri bərkidir və beyin qan dövranını gücləndirir. Feyxo həzmi yaxşılaşdırır, ürək damar sağlamlığını dəstəkləyir, qan şəkərini tənzimləyir, yod və kalsiumla zəngindir. Balıq ətinin tərkibində çoxlu omega 3, D vitamini və selium mineralları vardır. Həftədə ən az 2 dəfə balıq əti yemək sağlamlığımıza çox faydalıdır. Fıstıq çox dəyərli bir qidadır. O zəngin protein, sağlam yağlar, liflər, vitamin E, maqnezium, fosfor və dəmir kimi minerallarla zəngindir. Ürək sağlamlığına müsbət təsir göstərir. Portağal C vitamini ilə zəngindir. Soyuqdəmə və qripə qarşı orqanizmi qoruyur, qanı təmizləyir, ürək damar sisteminə faydası var. Pomidor A və C, B1, B2, B3 vitaminləri ilə zəngindir. Ürəyin üçün və qəlbin üçün pomidor ye. Cunda çox gözəl bir tərəvəzdir. Onun rəngi qırmızı və ya bənövşədir. O, A və C vitaminlərinə zəngindir. O bizi güclü edir və sağlam böyüməyimizə kömək edir. Demir, sink və bir çox başqa minerallarla zəngin olan heyva qan dövranını yaxşılaşdırır. Tərkibi C vitamini ilə zəngindir. Ərik mart-aprel aylarında çiçəklənir. Çiçəkləri açıq səhrayi və ağ rəngdə olur. Əriyin tərkibində bir çox vitaminlər var. Ən çox isə A vitamini ilə zəngindir. Əriyin tərkibində dəmir, fosfor, kalium, gümüş, maqnium var. Əriyin tərkibində olan mikroelementlər, dəmir və yod birləşməsi orqanizm üçün çox faydalıdır. Banan. Bananın tərkibində kalium var. Bananın tərkibində 6 vitamin var. Banan sümük sağlamlığı qoruyur və banan yüksək qan təzyiqinə xeyirlidir. O sulu və şirin meyvədir. A, C, B, K vitaminləri və maqnezium liflə zəngindir. Armud həzm sisteminin fəaliyyətini tənzimləyir. Sümükləri gücləndirir, qan dövranını sürətləndirir. Qoz faydalı qidadır. Qozun tərkibi yağ, lif, omega 3 və E vitaminləri ilə zəngindir. Qurusu həzm sistemini yaxşılaşdırır, qan təzyiqini normaya salır, sümükləri isə möhkəmləndirir. Biber çox faydalı tərəvəzdir. O, A, C və E vitaminləri ilə zəngindir. Biber həmçinin immun sistemini də gücləndirir. Alma çox xeyirli meyvədir. Almanın tərkibində çoxlu vitaminlər var. Almanı hər fəsildə tapmaq mümkündür. Uşaqlar, gəl alma yeyək, güclənək. Badam ağızda bitən dadlı və faydalı bir qidadır. Bədəni gücləndirir, enerji verir və içində çoxlu vitaminlər olur. Bakıda ən xeyirli tərəvəzdir. Vitaminləri ilə boldur. Həm uşaqlar, həm də böyüklərə xeyirdir. Brokoli yeyək, tez böyüyək. Yer kökü göz sağlamlığı üçün faydalı olan A vitamini ilə zəngindir. Tərkibindəki lif sayəsində həzmi tənzimləyir və toxluq hissi verir. Narın tərkibi kalsium, fosfor, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, vitaminləri ilə zəngindir. Nar immuniteti gücləndirir, infeksiyalardan qoruyur. Nar liflə zəngindir.
Balqabaq tumu. Bilirik ki, balqabaq tumunun faydası çoxdur. Həm qurd xəstəliklərində, həm də qaraciyər xəstəliklərində istifadə olunur. Hamdallı həm də çox faydalı bir tərəvəzdir. Onun tərkibində vitaminlər, minerallar və lif bol miqdardadır. Balqabaq göz sağlamlığını qoruyur, ürək, damar sağlamlığını dəstəkləyir, qan azlığına kömək edir.